ekranımı sil. Ekranınızı silin, qəşəng düşmür. Mənim bir nömrəli saç ustam İsmət saç qaynaqları. Gözdə qoy silim. Ay qız, mən adına libam, birinə ilişirəmsə qalıram, Allah haqqı. 2018-dən mənim saçlarımı qaynaq eləyən tək usta o arkada var, sarı saç, baxlacı. Odur. Baba, arkada yandı, eləyir, saç eləyir, baxıldır. Savaşdasına gedə bilərsən mi? Nə? Yox. 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 Bardak da hazır yox, təbiidir. 150 qram 480. Ay bacı, nə indirim eləmişsiniz? Endirimlərimiz elə davam edir. Saçda da, yığında da. Eyni. Eşitdiniz, saçda da, yığımda da indirimlər davam edir. Yaz gəlir deyə eləyirik ki, hamı saçlı olsun. Hamını gözəlləşdirək. İsi, dünən saçlarımı vurmuşdum. O, əvvəl buruq saç eləyirdim, İsi yudum. Yudum isi, Allah haqqı. Elə bir düz saça lap çox örgəşmişəm. Biz də bu saçlarımı vapşı sevirəm. Necə yuyuram elə də qalır. Allahımıza and olsun isi. Sən bilirsən ki, mən qırmızıyam da sözü deyirəm. Elə qəşəng yumuşam, heç arxası yaşdır, hələ tam qurumuyum. Necə gözəldir. Özə elə bilirlər ki, saçımı balyaj eləmişəm. Bax, Allahımıza and olsun. Deyirəm, yox ay qız. Elə yığıb ki, qız. İzləyirdik düzdə qalamayacaq. Mən elə bilmişdim, düzdə qalamayasın. Dedim mən elə bildim düzdə. Amma düz buruqdan da yaxşıymış bacı. Rahatdan heç Nə? Rahatdan heç bir baxım istəmir. Amma düz saç həqiqətən çox qəşəngdir. Bir də onu deyim ki, qızlar, mən düz saçı qoymamışdan qabaq molekulyar düzləşmə eləmişəm də. Yəni, İsmət saç qaynaqlarında molekulyar düzləşmə də eləyirlər, keratin də eləyirlər. Bilirsiniz ki, mən özümdə salon işlətmişəm də. Mənim salonumda belə, yəni o keratin yox idi. Bilirsiniz ki, keratinlər növbə-növ olur, bir də firma ilə olur. Originalı olan var, padarginal var keratinlər. Gedin bu dəqiqə İsmətdən başqa bir yerdə keratin eləsəz, düzdür, işin bilən xanımlar başqa, onları nəzərdə tutub demirəm. Amma bir çox salon ucuzluğa üstünlük verir. Keratin eləyirlər və deyirlər ki, baseniyə girmə. Və necə keratini niyə eləyirlər? Qabağa yay gəlir. Keratini ona görə eləyirlər ki, baseniyə girib çıxandan sonra saçları vız-vız qalxmasın göyə də, düz olsun. Ona görə İsmət saç qaynaqları qaranti verir keratin vizə. Necə? Saçınızı keratin eləyir. Gedin baseniyə girin, xlorlu suda üzün, nağarırsınız eləyin, saçınızı asfitleniyə eləyin, ukladka eləyin, buruq eləyin, saç kraskası qoyun. Fərqi yoxdur ki, saçlarınız yanmayacaq. Və ən önəmlisi də saçın keratin elətdirirsiniz, saçınızı asfitleniya, saçınızı balyaj elətdirirsiniz, saçınızı qaynaq elətdirirsiniz, bunu kreditə salır. Nə yaxşı evdəsən? Evdə deyiləm, aşkım, yeməyimi yiyib gedirəm. Sizdə saçın nətərdir? Qəşəng. Super görsənirdim, bugün baxdım sənə. Yaxşı sağlınsız, necəsiz? Düyü nə düyüsüdür, uzun düyüdür. Aşkım, düyü uzun deyil. Mən düyünü axşamdan stağa qoyuram.
İlıq suda, duzlu suda, limonlu suda, yağlı suda. Axşamdan ıslağa qoyuram. Sabahlarım hazır olur o. Elə atıram bir bu qaynayan kimi götürürəm, dəmə qoyuram. Ona görə uzanır düyü. Tez bişər o. Tez bişirəm. Zəhmət olmasa ora takip atın. Takip atın, mən də öpüm sizi. Sağ olasın, sabah oradayam. Canmış olsun. Olayatım. Alıp gelmek istiyorum. Gelmek istiyorum. Sağ olun.